Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Xoş o insanların halına ki, həm getdikləri yolu tanıyırlar, həm də məqsədləri alidir. Yəni kör-körənə yol getmir. Getdiyi yol da müəyyəndir, o məqsədə ki çatmalıdır, o da müəyyəndir. Hər ikisi həmin şəxsin xoşbəxt olması üçün böyük rol oynayır. Təəssüflər olsun, Hz. Adəmin yaradılışından indiyənə qədər müxtəlif yollar, müxtəlif məktəblər formalaşıb. Demək olar ki, əksəriyyətinin şüarı səadət olub, xoşbəxtliyə çatmaq. İnsanların xoşbəxt olması bu yoldadır, bu məktəbdədir. Amma şübhəsiz, xoşbəxtliyin yolun elə bizi yaradan Allah müəyyən edib. Bugün bir müsəlman, bir inanclı, əziz İslam Peyğəmbərin yolun gedən fəxrlə deməlidir ki, biz bir ideologiyanın sahibi, biz ideologiyanın yoluyla, göstərişi ilə gedirik. Bunun kökü dayanır insanların ilkin yaradılışından. Həzrəti Adəmdən indiyənə qədər bu ideologiya davam edir. Məktəb böyük bir məktəbdir. Bunun böyük şəxsiyyətləri olub, nümunəvi şəxsiyyətləri olub tarix boyu. Amma qarşı tərəflərin məktəblərinə nəzər saldıqda onların başçıları, liderləri göz qabağındadır. Yəni istəmirik bu məsələlərə girək. Digər məktəblərin, İslam ideologiyasının, Tevhid ideologiyasının, təkallahlıq ideologiyasının qarşısında qərar tutan məktəblərin səhv yolda olmasının səbəbkarı olan rəhbərlərindən söhbət eləyək. Bunların bəziləri tarixin səhifəsində cinayətkar kimi düşüb və bəziləri də öz məktəblərinin yolunu gedənlər tərəfindən süni şəkildə şişirdilib. Biz hal-hazırda Azərbaycanda gedən proseslərdə bəzi məsələləri müşahidə edirik. Biz dəfələrlə demişik, İslamcı gərək fəxr eləsin öz məktəbi ilə. Utanmasın. Utanmalı, əgər nəsə varsa qarşı tərəf utanmalıdır. Çünki bizim rəhbərlərimiz heç vaxt xəyanət eləməyiblər. Bizim peyğəmbərlərimiz, məsum imamlarımız və o ideologiyada olan rəhbərlər İslama xəyanət, xalqa xəyanət etməyiblər. Amma hal-hazırda digər cəbhələri biz diqqətlə nəzər saldıqda bəzilərinin xüsusilə cinayətləri ortadadır. Hər iki tərəf. İstəyir iqtidar olsun, istəyir müxalifət olsun. Bunlar bütün cəmiyyətimizdə danışılmalı olan məsələlərdəndir. Bir müsəlman agah olmalıdır məsələlərinə. Ayətullah Xamneyinin gözəl bir fikri var. Bu çox önəmli bir məsələdir. Buyurur, əgər cəmiyyətdə agahlıq olmasa, bəsirət olmasa, dünya görüşü olmasa, düşməni düzgün tanımasa, cəmiyyəti düzgün analiz etməsən, cəmiyyətdə olan fitnə fəsadları müəyyən etməsən, bir əgər cəmiyyətdən agahlığın olmasa, bəsirətin olmasa, hətta ixlaslı olsun belə, niyyətin pak olsa belə işləri korlayacaqsın. Bunlar hər bir müsəlman üçün bir dərsdir bu söz. Hər bir müsəlman üçün. Yəni, bütün müsəlmanlara aid olmalıdırlar. Vəzifələrini düzgün müəyyən eləməlidirlər. Gedən proseslərdə düşmənin oyununda oynamamalıdırlar. Bəzən vallahi elə insanlar var, dini camiyədədirlər, dindardırlar. Amma görürsünüz, neçə illər bəzən bilmərəkdən düşmənin istədiklərini edir. Bu acınacaqlı bir haldır. İslamçının öz mövqeyi var. İslamçının bayrağı, xüsusilə müsəlmanların İslam bayrağı 1400 ildir dalğalanır. Onu gətirən şəxsiyyət əziz İslam Peyğəmbəri gətirməyib ki, o bayrağı kimlərinsə bayrağının altına salasan. Kimlərinsə bayrağı yuxarıda olsun, sən İslam bayrağını gətirəsən, bunun altında gəzdirəsən ki, mən də varam burada. Xeyr, nə o tərəf, nə bu tərəf. İslamcının öz mövqeyi var. İslamın öz ideologiyası var. Öz prinsipləri var. Keçən bəhslərdə də qeyd elədik. Biz ilahın hakimiyyəti gözləyən adamlarıq.
Amma belə də deyil ki, gözləmə seyirci qismində qalaq. O bəziləri deyirlər, cəmiyyətdə fəsad olur, ictimai fəsad. Məsələn, hicab qadağası var, xalqa zülm olunur. Deyir, İmam Zaman ağanı gözləyən gərək sakit dursun. Qoy cəmiyyət zülmlə dolsun. Zülmlə dolandan sonra İmam Zaman ağa gələcək. Biz bu həqiqətdə deyilik. Çünki əgər kimsə zülmə susursa, zalimlə şərikdir o məsələdə. Və susursa, zalimlə şəriksə, İmam Zaman ağa gələndə birinci o adamla işi var ki, zalimin zülmünə susur. Axı, bu zuhurun nə faydası oldu sənə? Sən bu zuhuru sizə İmam Zaman ağa gələndə, zuhur eləyəndə cəmiyyət xilas olsun. Sən amma o roldasansa, yəni zülmə susursansa, deməli sən zalim olursan. Zalim olursansa İmam Zaman ağa gələndə nə faydan olacaq? Ağa gələndə zalimlərlə mübarizə aparacaq. Yox, düzgün analiz olunmur. İmam Zamanı istəyən, İmam Zaman hakimiyyətini dua edir ki, İmam Zaman hakimiyyəti yer üzündə bərpa olunsun. Gərək əməli formada o Həzrətin gəlişi üçün işlər görülsün. Hər sahədə. Bu bizim əqidəmizdir. İslamın ideologiyası və fəxrlə deyirik. Çəkinmədən deyirik. Bu məqamda yaxşı olardı ki, qeyd etdiyimiz kimi İslam ideologiyasının, Tövhid ideologiyasının nümunəvi şəxsiyyətləri olub tarix boyu. Xüsusilə Allahın elçiləri. Onlardan biri də Həzrəti İbrahimdir. Allah Teala Quran-ı Kərimdə Həzrəti İbrahimi tərif edir. Biri əziz İslam Peyğəmbəridir, onun haqqında deyilib, o bir gözəl nümunədir, üsvatul həsənədir. Peyğəmbərlərdən də biri ki, Allah onu tərif edib, nümunə kimi bizə göstərib, bir də Həzrəti İbrahimdir. Quran-ı Kərimdə Allah Teala buyurur, "Qəd kânət lekum usvatun hasanatun fi İbrahim." Sizin üçün təkcə İslam Peyğəmbərinin zamanında olan möminlərdir, xitab olunur. Sizin üçün, yəni müsəlmanlar üçün, bizlər üçün Həzrəti İbrahimdə gözəl nümunə var, üsvədir, nümunədir. Əgər yol getmək istəyirsənsə, cəmiyyətdə çaşqınlıq içində qalmısansa, yolu müəyyən eləmək istəyirsənsə, Həzrəti İbrahim Quran-ı Kərimdə gözəl bir nümunədir. İndi biz bu məsələni bildik, Həzrəti İbrahim biz üçün nümunədir. Gərək bu kişinin əməllərini araşdıraq. Biz gərək bu Allahın elçisinin həyat tərzini araşdıraq. Kimlərlə mübarizə aparırdı, hansı dəyərləri müdafiə edirdi, bunları biləndən sonra bəli bir müsəlman Həzrəti İbrahimi özünə örnək götürməlidir həyatında. Həzrəti İbrahimin bir xüsusiyyəti var. Digər Peyğəmbərlər haqqında bu xüsusiyyət deyilmir. Xüsusilə Həzrəti İbrahimə aidiyyəti var bunun. Həzrəti İbrahimə Quran deyir millətə İbrahim. Bir kişiyə deyir millət İbrahim. Biz Həzrəti İbrahimin həyatını mütaliə etdik, görür bu kişi tək başına mübarizə aparırdı. Bir əlində suhuf var idi, Tövhid marifi var idi, təkallahlı marifini yayırdı, təbliğat eləyirdi, insanları marifləndirdi, bir əlində baltası var idi, bütləri sındırırdı. Hər ikisini paralel şəkildə aparırdı. Amma Quran deyir, sən millətə İbrahim, İbrahim millət. Bir kişiyə millət adı verir. Çünki bir kişi Həzrəti İbrahim tək başına millətin işini görür. Tək başına elə bir işlər görür ki, bir xalq görməlidir o işləri. Bütpərəstliyə qarşı çıxıb, zalıma qarşı çıxıb, Allahlıq iddiasında olan Nəmruda qarşı çıxıb, mübarizə aparıb son ana qədər. Bu xabir xalqın görüləsi işi günlərim. Biz baxsaq Quran-ı Kərimə görərik Həzrəti İbrahim tək başına görür. Və sonra Quran buyurur, xət müəyyən olandan sonra buyurur, və mən yərğəbə ən millətə İbrahim illə mən səfiyə nəfsə. Əssalam söz budur. Dedi, kim əgər Həzrəti İbrahimin, kim deyir Həzrəti İbrahimin millətə İbrahim xəttindən çıxar? Səfeh, axmaq, nadan, özünü axmaqlığa vuran, nəfsinin istəklərinə tabi olandan başqa Həzrəti İbrahimin xəttindən çıxan olmaz ki. Əgər biz bugün görürüksə kimlərsə Həzrəti İbrahim xəttini tutmaqda şək içindədir və yaxud tutmaq fikrində deyil, Quran onu deyir səfehdir, bu səfeh. Nadandır, səfehdir. Hətta ziyalı görsənsə belə, hətta alim qiyafəsində olsa belə Quran deyir səfehdir. Həzrəti İbrahimin xəttindən çıxmaq səfehliyin əlamətidir. Quran bunu bəyan edir. Həzrəti İbrahim əleyhissalam nə edir? Mən istəyirəm Həzrəti İbrahimin gedək həyat tərzini araşdıraq. Həyat tərzində görək bugün bizim cəmiyyətimizə aid olan məsələlər var mı? O məsələlər əgər bizim həyat tərzimizdə də varsa, Həzrəti İbrahim kimi deyiliksə deməli, bizlər də səfeh.
Həzrəti İbrahim bildiyiniz kimi Babildə təbliğat aparırdı. Babildə qiyam elədi. Bütpərəstliyin kökünü kəsmək üçün qiyamı Babildə başladı. Mübarizə apardı. O məşhur eşimizi bütün sındırdı, bütün bütləri bir bütün baltasını qoydu bir bütün çiynindən. Dedilər, kim bu bütləri sındırdı, dedi, o böyük büt. Dedi, o fayda, o heç gücü yoxdur onun, nəsə xələl yetirənməz, o eləyənməz, əgər o özünü müdafiə eləmirsə, necə Allahdır? İnsanları məntiqlə ayıldırdı. Həzrət İbrahim qalxdı mübarizə, o əhvalat ki var, onu yandırmaq istəyirdilər. Ora qədər Həzrət İbrahim son ana qədər tövhidini qorudu. Dedi, Allah təkli bütlər aradan getməlidir. İsrarlı idi mövqeyində. Həzrət İbrahimlə bacara bilmədilər. Allah müdafiəsinə qalxdı Həzrət İbrahim. Atdılar odun içinə, orada dedi Allah gülüstan elədi Həzrət İbrahim üçün oldu. Həzrət İbrahim Babildə təbliğatla məşğul təkallahlıq ideologiyasını yayırdı. Çox az bir adam Həzrət İbrahimə qoşulmuşdu. Onlardan biri Həzrət Lut idi. Lut peyğəmbər. Digəri xanım Sara xanım idi. Həzrət Peyğəmbərin, İbrahim Peyğəmbərin yoldaşı. Və həmin zamanda da Həzrət İbrahim Sara xanımla evləndi Babildə. Sara xanımın atasının imkanı böyük idi. Atası dünyasını dəyişmişdi. Bütün mülk qalmışdı Sara xanıma. Əkinçilik tarlaları, qoyunlar, quzular. Həzrət İbrahim əkinçiliklə, heyvandarlıqla məşğul olurdu. Bir gün Həzrət İbrahim fikrə gəldi. Məqsəd qoydu qabağına, Babildən getsin Fələstinə. Getsin Fələstində öz təbliğatını davam eləsin. Yaysın bu ideologiyanı, təkallahlıq ideologiyası. Getmək istəyirdi, Nəmrud icazə vermədi. Dedi, mallarını da aparırdı özüylə. Nə qədər ki işləmişdi, nə qədər mal qırası vardı, özüylə aparırdı. İcazə vermədi, məhkəməyə verdilər, o vaxtın məhkəmə Həzrət İbrahim durdu, haqqını tələb elədi. Dedi, bunlar mən bir ömür əziyyət çəkmişəm, mal, qara, əkinçiliklə məşğul olmuşam, mənim ömrüm sərf olunub bu işdə, sən bizim məhkəmə indi mənim əlimdən almaq istəyir bunu, onda mənim ömrümü qaytarıb mənə bunları vermişsin. Həzrət İbrahim məntiqi bu. Nə qədər ki mən ömrümdən gedib bu işlərə sərf eləmişəm, mən razıyam, mal qaranı da verirəm, əkin tarlasında savay verirəm, mənim ömrümü qaytarın mənə, həmin o çalışdığım vaxt ki var, zamanını qaytarın mənə. Hakim dedi ki, yox, sən düzsün. Görün, o vaxtın hakimləri başa düşürlər, indiki hakimlərə baxın. İndiki hakimlərə ayaqqabı atılır. Görün, nə gündərlər bu hakimlər. Görün, nə qədər ədalətsizlik var, nə qədər rüşvətxorluq, haram yemələr var bu cəmiyyətimizdə. O, Nəmrudun hakimi belə gördü ki, Həzrət İbrahim haqq danışır, dedi, düz deyirsən. Mal da sənin, dövlət də sənin, öz malını da götürər. İndi Həzrət İbrahim necə öz haqqı tələb etməz israrlı, eləcə də qeyrətlidir. Görün, qeyrətə baxmışsınız. Həzrət İbrahim yola düşür, Misirdən keçib getməlidir Fələstin. Sara xanımı aparırdı, xanımıdır. Bir dənə sandıq düzər. Açıq-saçıq geyinməmişdi Həzrət İbrahimin yoldaşı. Bağlıydı, hicablıydı. Amma yenə dözməyib bir sandıq düzəldib. Sara xanımı sandığın içində gizlədi. İndi gəlir Misirə, Misirin sərhədində bunu saxlayırlar. Misir hakim də qanun qoyur. Kim Misirə daxil olursa, nə qədər malı varsa hesablanacaq, onda biri mənimdir. Nə qədər mal aparırsan, onda gömrüdə işləyənlər o Misirin sərhədində dayanan Misir hakiminin işçiləri başladılar Həzrət İbrahim mallarını ölçməyə. Mallarına baxdılar, qoyunlarına baxdılar, hamısı gəldilər sandığa çatdılar. Dedilər, bu nədir? Həzrət İbrahim görün nə deyir? Deyir, hesabla bunu qızıl, gümüş olsa bunun içində nə qədər? Hesabla mən bunun onda birini verəcəm, amma içinə bax. Bu boç sandıqdır, sən bunun için qızıldan dəyər, gümüşdən böyle dəyər yoxdur ki, sizin. Fərz elə ki, bunun içində qızıldır. Gümüşlü onda birini mən verirəm, hesabla mən verim. Bundan narahat ol ki, bu nə deməkdir? Bu nə qoymur aslında? Maraqlıdır, insan qadağa olan şeyə istəyir, baxsın, görsün, nə var ki, burada bu qədər bu əhəmiyyət verir. Bunlar çox ısrar elədi, Həzrət İbrahim çox ısrar elədi. Artıq məcbur elədilər. Həzrət İbrahim açdı sandığı, dedi, bu mənim xanımımdır. Həm mənim xalam qızımdır, həm də mənim xanımımdır. Bu görmüş üçün narahat oldu, həm də təəccübə gəldi. Dedi, bu nə təfəkkür tərcih? Camaat arvadını göstərir, camaat baxmır xanımı necə geyinir, qızı necə geyinir. Bu neyinir? Allah əkbər, bu nə təfəkkür tərzidir? Bu günə cəmiyyətimizdə qızılın, gümüşün gizlədir, ona dəyər, arvadını qoyub çöldə. Qızılın, gümüşün
Elə yerdə banklarda qoyub baxılmasın. Yəni arvadına o qədər dəyər vermir. Qoy arvadına başqa kişilər baxsın, vecinə deyil. Gönlü istəyir ki, mən belə sizi qoymuram, icazə vermirəm. Gedim Misrin hakiminə xəbər verim sonra. Misrin hakiminə deyirlər, Misrin hakimi deyir ki, gətirin o sandığı mənim yanıma. Bağlı halda içində Sara xanım olma gətirin. Tək gətirin. Görün Həzrət İbrahim nə etdi. Dedi, bu sandıq o vaxtı tək gedər hakimin qadı gərək mən ölüm. Məni öldürün, sonra bu sandığı atar. Bu gün də biz üzümüzü buradan tutub fürsətdən istifadə edib möminə bacılarımıza deyirik. O bacılarımızın atalarına, qardaşlarına deyirik. Azərbaycanda ki, hicab qadağası var, qızlarımızın başını açıb göndərməyin məktəblərə. Başlarına parik qoyub göndərməyin məktəblərə. Nə qədər ki, müqavimət övladları ölməyib, nə qədər ki, Azərbaycanda kişilər ölməyib, o işi görməyib. Nə vaxt bizlər ölərik, nə vaxt hicabı müdafiə etmərik, ölərik bu yolda, heç kim olmaya onu da başına açıb göndərək. Bunlar önəmli bir məsələdir. Bu, Həzrət İbrahimin yoludur. Quran deyir, Usvetul Hasanə. İbrahim sizin nümunədir. Hələ hicabından əlavə istəmir də kimsə görsün. İbrahim dedi, gərək məni öldürəsiz. Məni öldürəsiz, sonra sandığa aparasız. Getdilər, hakimə dedilər ki, o şəxs bunu deyir, dedi, ikisini də gətir. Gəldilər hakimin yanına, hakim dedi, açın sandığı. Həzrət İbrahim dedi, bütün varımı verirəm. Bütün malımı verəm, əl vurum sandığa. Nəyim var, hamısını verirəm. Amma o sandığı əl vurum. Hələ bizə nə olur? Hələ bir dənə zalim durub deyib ki, hicab qadağası var. Biz hicaba qadağa qoymuşuq. Bəziləri keçiblər duaya. Burada bir nöqtə var, dua nöqtəsi də var. Hicab qadağada dərhal barışıb. Hətta zalim hakimiyyətdə biz hökumətlə hökumətdə eləyənmərik, da deyibsə qızımızın başına çarp göndərər. Sən İbrahim yolu getmirsən. İmam Hüseyin yolu getmirsən. Nə tez günahla barışdın, nə tez zillətlə barışdın. İbrahim hər şeyin verir, nəinki başı xanımın hicabı asılacaq, sandığın ağzı asılacaq. Bir hər şeyimi verirəm ki, bir göz naməhrəm gözü dəyməsin xanımıma, bir fasiqin gözü dəyməsin, napakın gözü dəyməsin xanımıma. Nəinki onun hicabını asılır şey dedib, sandığı açma nəyin var verir. Şah narahat oldu, hakim də imkanlı adamdır, bunun pula ehtiyacı yoxdur ki. Dedi, yox, açılmalıdır. Həzrət İbrahim İsraillər deyir, hakim biliyor, açılmalıdır. Axır məcbur elədilər, sandığı açdı. Həzrət İbrahim deyir ki, bu mənim xanımımdır. Sarı xanım mənim xalam qızdır və xanımımdır. Hakim əlini uzadırdı xanıma, Həzrət İbrahimdən aldı. Duanın yeri buradadır. Görün, nə qədər mərhələdən keçdi. Dedi, ilahi, xanımıma ki, hakim uzadıb əl, onu saxla. Hakimin əli yerində dondu qaldı. Gözü tərpənmir. Nə qala, nə qala. Duanın yeri bax, burada əzizim. Hicab qadağası çıxan kimi bu sözləri deyəsən ki, Allah həll eləyəcək, ilahi dua eləyir bu məsələ həllinə, bu İbrahim xəttidir. Sona qədər mübarizə apar, nəyə gücün çatır onu elə, sonda gücün çatmayanda dua eləyərsin. Amma tam əksinədir. Tam əksinədir. Bəziləri ancaq dua ilə görürlər. İmam Hüseyin ağa dua eləyənməzdi, Yezid məhv nabud olsun. Bəyəm Həzrət İbrahim dua eləyənməzdi. Axı bu sünnət deyil. Axı bu Allahın qoyduğu qayda qanunlara uyğun gəlmir. Sən indi içində bəzi narahatçılıqlar var, bəzi qorxular var, bəzi nə bilim nələr var, məhəbbətlər var. Ona görə bu dini qoyasan, dua dini, yalnız dua edin məsələ həlli üçün bu Quran xəttinə uyğun gəlmir. Bu Həzrəti İbrahimin xəttinə uyğun gəlmir. Bu İslam Peyğəmbərinin xəttinə uyğun gəlmir. Dua hardadır? Müqavimətli elə, mübarizəvi apar. Meydanlarda ol, haqqını tələb elə son anıva qədər. Malını da ver, canını da ver. Gördün hər şey gücün çatmır. Həzrət İbrahim necə dua elədi, onda dua eləyərsən. Deyərsən ilahi, bu zalim rejimin əlin kəsizab. Nə qədər ki sən varsan, mən varam, dindar var, Allah sevən var, Allah sevgisi iddiasında olanlar var. Hələ biz heç nəyimizi verməmişik, duaya nəyə düşmüşük?
Yoxsa Allah Taala səni nə üçün yaradıb, məni nə üçün yaradıb, imtahan üçün yaradıb da görün malımdan, canımdan keçəcəm, keçməyəcəm. Ancaq nə var ki, insanı yaxşı yerlərdə görsünə, ziyarətgahlarda, məhərrəmlik məclislərində, təvəssüllərdə, moizələrdə. Xeyr, əsas meyyət çətinliyi vaxtlarındadır, imtahan zamanlarındadır. Hakimin əli qurudu qaldı. Dedi, İbrahim, sənin Allahın elədi bunu belə. İbrahim Peyğəmbər dedi, bəli, mənim Allahım elədi. Allah qeyrətliləri çox sevir. İbrahim dedi. Qeyrət bir kişi xüsusiyyətlidir, keçən bəhslərdə eləmişdik. İstəyir kafir olsun, istəyir mömin olsun. Kimizə qeyrəti varsa Allah xüsusiyyəti bəyənir. Həzrəti İbrahim də qeyrət göstərmə, qeyrətin bir simvoludur. Təsəvvür edin, baxın hekayəsi. Dedi, Allah Taala qeyrətli kişiləri sevir, günahı da pis bilir, ona görə sənin əlini qurutdu. Dedi, onda Allah'a dua ilə, mənim əlim düzəlsin, daha bu işi görmərəm. Həzrəti İbrahim dua elədi, hakimin əli qayıtdı, təzdən yenə də əli uzatdı, yenə də Həzrəti İbrahim dua elədi, əli dondu, qaldı. 3 dəfə təkrar olundu. 3 dəfə təkrar olundu bu hadisə. Axırda hakim dedi ki, Allahımdan istə mənim əlim açılsın, quruyub qalıb, əvvəlki vəziyyətinə qayıtsın. Həzrəti İbrahim dedi ki, bir şərtlə ki, yenidən cəhd eləmir. Dedi, belə bu şərtlə dua elə. Bu şərtlə Allahdan istə ki, mənim əlim bu halda qalmasın. Əvvəlki vəziyyətinə qayıtsın, mən də işim yoxdur. Həzrəti İbrahim dua elədi. Hakim gördü ki, bu elə bir şəxsiyyətdir. Həm bunun qeyrətinə vurğun olur, həm bunun şəxsiyyətinə, həm bunun Allahına hakim əvəz oldu. Həzrəti İbrahimin dinini qəbul elədi, üzrxahlıq elədi. Amma bir xahiş oldu Həzrəti İbrahimdən. Dedi, bir xahişim var. Mən istəyirəm sənə bir kəniz atarım. Mən istəyirəm sənə bir kəniz verim. Qəbul edərsən? Dedi, edərəm. Kimi verdi? Həzər xanım. İsmail Peyğəmbərin anası Həzər xanım. İndi görün, Həzrəti İbrahim hicab müdafiəçisi idi. Xanımının hicabını qoruduğuna görə, qeyrət nümayiş etdiyinə görə Allah ona Həzəri hədiyyə verdi. O hakimin əli ilə. Oldu Saranın kənizi. Və bildiyiniz kimi də əziz İslam Peyğəmbərinin babaları gedir deyənir Həzrəti İsmail. Həzrəti İbrahimin İshaq Saradan idi, Həzər İsmail. İsmail Həzər xanımdan idi. Təsəvvür edin, indi görün, hicab müdafiəçisinin nə qədər Allah yanında hörməti var. Qeyrət müdafiəçisinin, cəmaatın namusunu qoruyanın Allah qatında görün nə qədər hörməti var. Bugün də cəmiyyətimizdə bu problemlər var. Bugün də hicab müdafiə olunmalıdır, qeyrət namus müdafiə olunmalıdır. Əgər kim bu məsələdə səhlənkarlıq edirsə, kim bu məsələdə bivez qalırsa, biganə qalırsa, deyib mənim nə işimə qalıb, bilsin səhv etdi. Çünki Həzrəti İbrahimin xəttindən dönür. Həzrəti İbrahimin xətti qeyrət xəttidir, namus xəttidir. Öz xanımını necə qorudu, bizə bir əxlaqi dəyəri nümayiş elətdirdi, qeyrətin simvoludur. İndi bizdən onu tələb eləmirlər ki, bizdən tələb eləyirlər ki, başımız bağlı olsun. Xanımlarda din başlarını bağlasınlar. Allah rəhmət eləsin şəhid mütəriyə. Çox dəyərli bir fikir səsləndirdi hicab üçün. Dedi, hicab qadının türməsi deyil ki. Bəziləri hicabı o qapalını türmə kimi bənzədirlər. Türməyə bənzədirlər, türməyə salır. Xeyr, şəhid mütəri buyurur, hicab qadının türməsi deyil, əksinə onun qalasıdır. Necə insanlar düşmənlərindən qorunmaq üçün qalaya sığınırlar, qadınlar da naməhrəm kişilərin xəyanət baxışlarından onların saçlarına və bədənlərinə baxılmasından qorunmaq üçün hicab qalasına sığınırlar. Yəni hicab böyük bir dəyərdir. Qeyrətin, namusun simvoludur. Günlərin hər bir kişi bunu bilməlidir. Həzrəti İbrahimi İslam ideologiyasına özünə nümunə bilən kişi gələr günlərin hicabı müdafiə edir və sona qədər də mübarizə aparar. Bizim dəyərimiz vallahi bu mübarizələrdə bilinir. Bunlar hamısı moizələrdir, dərslərdir, ziyarət, bunlar hamısı müqəddimədir. Əsas meydanlarda məsələlər agah olunur. Diqqət eləyin Qur'an-ı Kərimin məsələlərinə. Biz dəfələrlə demişik, Qur'an-ı Kərimi oxuyanda Qur'an özü deyir, bu hekayətlərə ibrət xarakteri nəzərlə baxın. Bunlar hamısı hadisələr ibrətlə dolu hadisələrdir. Qur'an nədən söhbət edir? Qur'an həmişə cəmiyyətin aktual olan mövzularından söhbət edir. Öz zamanında aktual olan mövzu nə idi? Diri-diri qul uşaqlarını dəfn edirdilər. Qur'an ora toxundu. Bəyi zəmbin
qutilət. Hansı günaha görə bu qız uşaqlarını öldürür? Hansı günaha görə? Bu günlərin qız öldürən var cəmiyyətimizdə. Qız dəfn edən var. O cür nə yoxdur ki, başqa cür. Yəni Quran nə öyrədir bizə? Yəni cəmiyyətin aktual olan mənfi işlərinə fikir bildirməlisən. Narahat olmalısan. Əgər o vaxtı qız uşaqların diri-diri dəfn edirlərsə, bu günlərin bizim alimlərimizi, ziyalılarımızı, inanclarımızı həmin o işıqlı qəbirstanlığa salırlar, türmələrə. Bi-əyyi zənbin hubisu. Hansı günaha görə bunları həbsə atmısan? Günlərin bu danışılmalıdır. Bugünün aktual mövzusu hicab qadağasıdır, hicab məhbuslarıdır və digər müsəlman qardaşlarımız ki, haqlarını tələb ediblər, İsmaildə olsun, Binədə olsun və digər yerlərdə olsun, Quba hadisələr olsun, həbslərdədirlər hal-hazırda. Bu günlərin Quran bunu bizə öyrədir, bu məsələlər müzakirə mövzusu olmalıdır, tənqid olunmalıdır. Quran nağıl kitabı deyil ki, hidayət kitabıdır. Quran bunları bizə nəql edir, yəni öz cəmiyyətimizdə aktual olan problemlərə biganə yanaşmayın, seyirci qismində qalmayın, hər kim bilsin. Əgər bu məsələlərdə seyirci qismində qalacaqsa, həmin o adamlar ki, bu zülmü eləyirlər, onlarla şərikdirlər, bunu bilsinlər.